Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İttifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi, müalicə və istirahətinin səmərəli təşkili məqsədi ilə bir sıra layihələr həyata keçirir. Belə layihələrdən biri də səhiyyə sahəsində çalışan İttifaq üzvlərinin iştirak etdiyi sağlamlığa doğru qaçdır. Tibb işçilərinin peşə bayramı gününə həsr olunan layihə çərçivəsində iyunun 17-sində Xankəndi şəhərində qaçış yarışının final mərhələsi keçirilib. Finalda Hacıqabul, Ağcabədi, Lənkəran, Qusar, Şamaxı rayonları, Mingəçevir, Gəncə və Bakı şəhərlərində keçirilmiş zona yarışlarının qalibləri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Açılış mərasimində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov tibb işçilərinin peşə bayramı münasibətilə təbrik edib. Layihənin final mərhələsinin Xankəndi şəhərində təşkil olunmasını əlamətdar hadisə adlandırıb. Bildirilib ki, cənab prezident İlham Əliyevin rəhbərliyi ilə qalib xalqımız şanlı tarixin ən parlaq dövrünü yaşayır və hər birimiz regionun lideri, dünyada söz sahibi olan Azərbaycan dövlətinin vətəndaşı olmaqdan qürur duyuruq. Dövlətimizin idman siyasətindən, tibb sahəsinə diqqət və qayğısından 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə səhiyyə sistemində reallaşdırılan uğurlu layihələrindən danışan konfederasiya sədri Azərbaycan Həmkarlar İttifaqlarının da bu cür təşəbbüslərinin ümumi məqsədlərə dəstək xarakteri daşıdığını qeyd edib. Sahib Məmmədov final iştirakçılarına uğurlar arzulayıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxışında dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Şərqi Zəngəzurda və Qarabağda aparılan sistemli və sürətli abadlıq quruculuq işlərindən, öz doğma yurduna qayıdan sakinlərə yaradılan şəraitdən söz açıb və bugünkü idman tədbirinin Xankəndidə təşkil olunmasının əhəmiyyətindən bəhs edib. Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Səhiyyə Nazirinin müavini İlqar Qasımov və Qarabağ Dirçəliş Fondunun idarə heyətinin sədri Rəhman Hacıyev isə çıxışlarında Azərbaycan səhiyyəsinin inkişafından, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, həkimlərimizin peşəkarlığından, fədakar əməyindən danışıblar. Sonra vətənpərvərlik mövzusunda mahnılar və milli rəqslər tamaşaçılar və iştirakçılar tərəfindən alqışlarla qarşılanıb və onlarda xoş əhval-ruhiyyə yaradıb. Start verilən 5000 metr məsafəyə qaçışda zonalar üzrə qalib olmuş 48 səhiyyə işçisi iştirak edib. Finiş xəttini ilk keçən 3 qadın və 3 kişi iştirakçı finalın qalibi elan olunaraq pul mükafatı, diplom, medal və kubokla təltif ediliblər. Tədbir bədii hissə ilə yekunlaşıb. Qarabağ torpaqlarında ən böyük zəfərim 2020-ci ildə olur. Burada döyüşmüşəm. Çox şükür ki, yəni o döyüşdən də üzüm ağ çıxmışdı. Burada da qələbə şükür Allah'a qismət oldu mənə. Neçə illər həsrətində olduğumuz torpaqda gəlib ayaq basmağımız, burada belə bir gözəl turnirin keçirilməsi tam başqa hissdir. Bakıda keçirilən yarışda iştirak elədim və orada birinci yerə çıxa bildim. Sonra Xankəndi finalı üçün də məqsəd qoydum. Burada da birinci olacağımı düşünürdüm və məşq elədim. Çox şükür əziyyətlərim yerdə qalmadı və burada da birinci yerə çıxa bildim. Bütün iştirakçıları təbrik edirəm.